Salam, hörmətli YouTube izləyicilərim. Bugün sizlərə Kimya MİQ 2025-ci ilin suallarının izahını paylaşacağım. Video çox güman 2 hissədə olacaq. Bu videoda 20 sualı, digər videoda isə 20-dən 40-a doğru yerdə qalan hissəni izah etməyə çalışacağım. Bu arada MİQ suallarının keçən il və başqa illərdə olan izahları video belə deyək də oynatma listəsi və yaxud da kurs şəklində kanalımda var, izləyə bilərsiniz. İnşallah ki bu videolar 2025 tamamladıktan sonra əvvəlki illərin yarım qalan belə deyək də hissələrini də çəkib paylaşacağım. İzlədiyiniz üçün təşəkkür edirəm. Başlayaq sualların izahına. Birinci suala baxaq. Bu sualı belə deyək də tapmaq üçün burada deyir ki, X elektron formulu 3s2 3p1 olan bir element 2s2 2p5 olan bir Y elementi ilə birləşmə əmələ gətirir və bunu tapın. Baxın ki, bilirik ki, bu element zaten metaldır. Metallar əllərindəki bütün elektronları verirlər və dolayısıyla bu element burada müsbət 3 oksidaşma dərəcəsi göstərəcək. Yəni 3 elektronu verməyə görüllüdür. Digər bu 2s2 2p5 olan isə bizim qeyri-metallımızdır və flördür. Yəni 2s2 2p5 nə deməkdir? Ümumiyyətlə 2 ilə 5-ə fikir versəniz 7 deməkdir. Bu element, ümumiyyətlə elementlər istəyir ki, özlərini 8-ə tamamlasınlar bir şəkildə. Burada bu elementi 8-ə tamamlamaq üçün bir elektron almaq istəyir. Bu element isə belə deyək də metal olduğu üçün 8-ə tamamlamaq üçün belə deyək də oktet vəziyyətə keçsin deyə 3 elektron vermək istəyir. Bu şəkildə ona görə burada X müsbət 3 olacaq, Y mənfi 1 olacaq. Düzəltsək bunların ətəklərini bura bir 3 gəlmiş olur. Yəni bu birləşmənin formulu XY3'dür. Bu şəkildə tapırsınız burada. Daha sonra keçsək ikinci sualın izahına. İkinci sualdan devam edək. Deməli burada bu arada bu reaksiya T olmalıdır. Yəni temperatur kalium hidroksid xlor qazı ilə girdikdə temperatur şəraitində deməli kalium xlorid, kalium xlorat və su alınır. Aşağıda isə göstərir ki, Y maddəsi hansısa o parçalanında yenidən X maddəsini və T-ni əmələ gətirir. Bu maddə Y təbii ki, su ola bilməz. Su biliriz ki, H2O2 əmələ gətirir. Bu da ki, burada uyğun gəlmir təbii ki. Sonra kalium xlorid ilə xlorat arasında qalır. Xlorid də bu şəkildə parçalanmır. Burada parçalanan deməli kalium xlorat olacaq. Kalium xlorat da parçalandıqda bizə deməli əmələ gətirir kalium xlorid katalizator iştirakında və oksigen qazı. Yəni X məlum oldu ki, X kalium xloriddir, Y kalium xloratdır, Z də sudur. Bunu məlum etdik. Verilənlərə əsasən aşağıda reaksiya hansı gedər? Deməli, Z T-dən gedərmi? Z maddəmiz nədir? Bir baxaq. Z maddəmiz dedik sudur. Su, T maddəmizdə oksigen. Su oksigenlə girərmi? Xeyr, bu yanlış. Sonra X kalsium bromidlə. X maddəsi kalium xloriddir. Kalium xlorid də kalsium bromidlə gedərmi? Belə deyək də, yox, getməz. Yəni bu reaksiyanın bir anlamı belə yoxdur. Bunu da çıxdıq. Sonra Y burada H-xlorundan girərmi? Y nədir? Kalium xlorat, bəli. Hətta buradan mən vurğulayım. Kalium xlorat H-xlorla girər, bəli. Bu hətta xlor qazının laborator dağılma üsullarından biridir. Kalium xlorid, xlor qazı və su əmələ gətirməklə reaksiyaya daxil olur. Burada da reaksiyalardan hansı gedir? Burada ancaq gedən yalnız 3 oldu. C variantı. Sonra 3-cü sual izah edirəm. 3-cü sual oksidaşma reduksiyadır. İmtihana həmişə bu tipdən bir sual düşür. Yəni topudakı oksidaşma reduksiyaları və digər kitablardakı oksidaşma reduksiya reaksiyalarını dəfələrlə işləməniz yaxşı olar. Çünki bu reaksiyalar əsasən eyni olur, yəni tip olaraq. Ondan sonra siz də artıq tez bir şəkildə həll edəcəksiniz. Burada baxaq görək hansı elementlər oksidaşma dərəcəsi dəyişib ilk növbədə. Gözümə xrom sataşır. Kalium onsuzdakı metallar burada dəyişmir. Xrom dəyişəcək. Xrom burada hesablasaq əgər -2, burada müsbət 1. Belə hesablayır ki, -2-ni vuruq 7, 14, 14-dən 2-sini çıxır 12, 12-də 2-yə bölü 6. Bu müsbət 6-dır burada. Deməli, xrom müsbət 6. Burada isə xrom müsbət 3-dür. Sonra dəyişənlər, baxın, burada sulfat turşusunu götürməyəcək prosesdə duzlarını eyni şəkildə deyəsiniz. Niyə? Çünki turşu duza çevrilir və müsbət 6 şəklində qalır. Bunun bu reaksiyada bir əhəmiyyəti yoxdur. Burada bizə əsas rol oynayan dəyişən bu kükürdür, H2ST kükürd. Mənfi gedən, baxın, 0-a keçibdir. Prosesdə o iştirak edəcək. Deməli, aşağıda yazsaq, xrom müsbət 6-dan
keçib xrom müsbət 3-ə və fikir versəz 2 xrom var deyə mən bunlar ətəklərində də yer nəzərə alacağam və ya qarşısına yazsam da olar, fərq etməz. Deməli, belə. Deməli, xrom müsbət 6-dan, müsbət 12-dən 2-yə vurursam, müsbət 6-ya keçibsə, burada 6 elektron deməli, neynəmiş olur? Mənfiyə doğru gedirsə, yəni müsbət azalır da belə deyək. Onda bu 6 elektron almış olur. Kükürt isə burada mənfi 2-dən 0-a doğru gedərək 2 elektron deməli itirir. Burada xrom reduksiya, xrom daha doğrusu oksidaşdiricidir, elektron alandır. Kükürt isə reduksiya edicidir. Deməli, belə hesablasaq 6, 2, 2, 6, ixtisar 1, 3. Əmsalları deməli düzgün şəkildə qoysaq, sağ tərəfdən də başlaya bilərik. Yoxsa bəsit modeldə kükürdün qabağında 3 yazıram. Bu xəttləri buradan sileyim ən yaxşısı. Sonra xromun qabağına 1 yazıram. 1 olsa yazılmır. Bu tərəfdə də HKS-in qabağında 3 yazıram. Burada 1 olur. Siz 1 yazmayın. Yenə mən sadəcə göstərmək üçün deyirəm. Sonda siləcəm. Sonda nə qaldı? İndi baxaq görək. Deməli, belə deyək, bu tərəfdə kükürdlər artıq yekunlaşdı hardasa. Kükürdlərimiz 4, 3, 7 kükürd var. Burada kükürdləri də tapsaq. Ay, bunu niyə sildim? Burada kükürdləri də tapsaq. 3'ü buradadsa 4 bunun qarşısına gəlməlidir. Deməli, burada suyun da qarşısına tapsaq. 8 hidrogen burada. 6 hidrogen burada 14. Onda suyun qabağına 7 gələcək. Burada dedik ki, əmsallaşdan suyun əmsalını tapın. Onda 7 olacaq C variantı. 4-cü suala baxıram. Bu sualda benzon homoloqlarını göstərinliyi. Bu da kifayət qədər rahat suallardan biridir. Benzonun formulu CN, H2N, deməli, -6'dır. Daha doğrusu sinfinin. Benzolun isə formulu C6H6'dır. Homoloq deyəndə bir-birindən bir və ya bir neçə CH2 qrupu qədər fərqlənən maddələr başa düşülür. Eyni sinif daxilində. Baxın, sterol benzon homoloqu deyil. Sterol dedikdə ümumiyyətlə C8H8 başa düşülür və halqada 2 qat rabitəsi olan maddədir o. Yəni bu maddədir. Benzolun birləşmələrində ümumiyyətlə halqadan kənarda 2 qat rabitə olmur. Bunu çıxdıq. Toluol deməli, bəli, toluol nədir? Toluol metil benzoldur. Halqanın üzərində bir CH3 olur. Belə şəkildə göstərsəm mən sizə. Fenol isə, fenolda necə olur? Fenol, xeyr, fenol aromatik spirtdir. Yəni bu halqanın baş hissəsində OH qrupu olur. Bu artıq spirt qrupuna keçir. Bunu çıxırıq. Kumol izopropil benzoldur. Halqanın baş hissəsində izopropil deməli radikalı olmuş olur. Sonra nə qaldı? Ortoksilol. Ortoksilol da o deməkdir ki, 1-2 vəziyyətinə birləşmiş CH3 qrupları. Bəli, bu da ki, deməli, benzon homoloqudur. Götürsək uyğun şəkildə 2, 4, 5-ci variantları götürürük. Deməli, 5-ci sualda aşağıdakı maddelərdə hansında sp hibrid orbitalı var? Burada sp hibrid orbitalı olması üçün maddədə ya 3 qat rabitə olmalıdır, ya da maddənin sağında və solunda 2 qat rabitə olmalıdır. Yəni qısacası 2pi varsa maddədə, orada sp hibrid orbitaldan söhbət gedə bilər. Baxın, metan açıq quruluşda bilirsiniz ki, metan ümumiyyətlə alkanlardır. Bunlar sp3 hibridləşmə vəziyyətindədirlər. Sonra NH3 yenə sp3-dür. Heç bir 2 qat rabitəsi, 3 qat rabitəsi yoxdur. Sonra karbon qazında isə baxın göstərsəm bu şəkildə karbon qazında görürsünüz ki, artıq 2pi rabitə varsa bu artıq sp olur. Çünki P'lər hara gedir? 2 qat rabitənin sərf olunmasına. Burada cavab C olacaq. Su və spirtlərdə isə sp3-dür. 6-cı sual. 6-cı sual belə deyək, istili effektlərin riyaziyyat hissəsidir. Əslində belə deyim də, burada baxanda çox nəzəriyyə tələb olunmur bu sual üçün. Belə deyək də, siz yuxarıdakı reaksiyalardan yekun bu reaksiyanı almalısınız. Bu reaksiyalar mənə tapmaca deyirəm bu tip məsələlərə. Almaq üçün baxın, belə deyək də, baxmalısınız ki, NH3 ilə oksigen qazı yuxarıdakı reaksiyalarda solda qalsın, NO və su isə sağda qalsın. Əgər əks olarsa o reaksiyaları çevirirsiniz. Bu nə deməkdir? Sizə göstərim. Deməli, baxın, NH3 oksigen qazı burada onsuzdakı düzgün bir şəkildə, onda bu reaksiyanı çevirmirsiniz. Növbəti reaksiyada NO-da sağdadır, onda çevrilmir bu reaksiya. Burada tərəf-tərəfə toplama üsulundan istifadə edəcək. Eyni olanlar ixtisar gedəcək. Və burada nə var?
Baxın, bizə reaksiyada N2 görürsünüz, sonuncu reaksiya N2 yoxdur, lazım deyil bizə. Onu ixtisar etməliyik. Baxın, onda bu reaksiyanı 2-yə vurursunuz ki, burada çünki 2 var. Sağda solda geçsin deyə bu reaksiyanı 2-yə vuracaqsınız. Bu 4 olur onda. Bu da 2 olur. Yəni reaksiya nə edir? Sizə qarşındakı istilik effektində onu belə deyək də tətbiq etmək məcburiyyətindəsiz. İndi oldu. Aha, indi ixtisarlarımı aparsam, N2-lər getdi. Sonra deməli N2-lər getdi. Elə N2 gedir, başqa reaksiyada hər şey olduğu kimi qalır. Elə yekun axıra yazıram, nə qaldı onu. Oksigenlərə baxın, tərəf-tərəfə bu ikisini toplayırız. 5 oksigen qazı, sonra 4 NO, 6 su. Bu şəkildə və istilik effektlərini toplayırız. A, üstə gəlinsin, -2B, yəni bu da ki nə demək? A çıxılsın, 2B. Reaksiya istilik effektini tapın deyir, A-2B. Bu da çox rahat idi məncə. Burada B variantı olur. İndi isə 7-ci suala baxıram. Bu sualda da demək verir bizə doymuş aldehid və doymuş keton ibarət 29 qram qarışıq artıq miqdarda hidrogenlə girərsəm 30 qram izomer spirtlər alınır. Sonra bu maddələrin gümüş güzgü reaksiyası, yəni gümüş bir oksidlə tam reaksiyasına 33,8 qram üzüm maddələr alınır. Qarşıda ketonun mol miqdarını tapın. Baxın, burada birinci bizə ipucu izomer spirtlər deyir bizə. Ümumiyyətlə, aldehiddə keton hər ikisi hidrogenlə girir. İzomer spirt nə deməkdir? İzomer ümumiyyətlə deməkdir ki, kimya formul eynidir. Yəni, içərisində eyni qədər karbon, hidrogen, oksigen saxlayır bu maddələr. Əgər izomer spirtlər alıbsa, biz buradan bu nəticəyə gətiririk ki, bizim spirtlərimiz də nədir? İzomerdir. Daha doğrusu, aldehid ketonumuz da nədir? İzomerdir. Formul olaraq mən yazsam, deməli, normalda, belə deyək, 2 moldan da yaza bilərik. O biraz bizim fikrimizi qarşıdırır bilər. Mən belə formal olaraq reaksiyaları sizə canlandırmaq üçün yazdım. Məsələn, bu aldehid olsun. Aldehid CnH2 formulu ilə götürürəm, A mol götürürəm. Formulları eyni olacaq. Hidrogenlə reaksiyaya girir və nəticədə nə olur? Hidrogenimiz artır. Daha sonra B mol, bu da keton olsun. N, H2N, O. İndi aşağıda yazaq ki, daha düzgün olsun. Hidrogenlə girir və nəticədə B mol spirt əmələ gətirir. Baxın, formulları gördüyünüz kimi, biraz bu niyəsə gec yazır. Formulları gördüyünüz kimi eynidir. Bunların kütlələri 29 qramdır. Buradan siz belə nəticə çıxaracaqsınız. Baxın, bu ikisi, bu tərəf, belə deyək, 29'dur. İkisi toplam. Bu tərəf isə 30'dur. 29'dan 30'a keçirinə baş verdi. 1 qram artım var. Bu artıma səbəb nədir? Baxın, hidrogen qazıdır. 1 qram demək ki, bu qarışığa hidrogen qazı daxil olur və maddələrin kütləsi artır. 1 qram hidrogen qazımızı da mola çevirməliyik. 1 qramı 2-yə bölsə 0,5 mol deməkdir. Və bu da bizə nəyə verir? Bir dəqiqə mən bura A-nı B-ni yazmayayım, daha dəqiq olsun. Demək, reaksiyaya girən maddələrin mol toplamı 0,5'dir. Çünki hidrogenlə eynidir molları. Hidrogeni tapdıqda dolayısıyla bu maddələrin mollarını da tapmış oluruz. Aldehidlə ketonun molu toplam 0,5'dir demək ki. Sonra isə gümüş güzgü reaksiyasını yazıram. Gümüş güzgü reaksiyasında bildiyiniz üzərə sadəcə aldehid daxil olur, keton daxil olmur. Bu reaksiyasını yazsaq, deməli burada alınır turşu və nəticədə deməli oksigen sayı artır və 2 mol gümüş buradan belə deyək də ayrılır. Nəticədə deməli burada bunda molların üzərində A mol bura, A mol bura, A, 2A da bura yazsaq daha düzgün olacaq reaksiyamız. Deməli burada baxın toplamda 2 qarışıq 29 qramdır. Bu toplam qarışıq yenidən gümüş məhluluna belə deyək daxil edilir və buradan 29 daxil olur. Ketonla birlikdə keton da düşünürsünüz burada B mol və toplamda sonda qarışıq. Son qarışıq baxın burada yenə aklınızda sual işarəti qalmasın. Əvvəlki qarışığımız CnH2NO aldehid, A mol aldehid, B mol keton 29 idi. Son qarışıq isə gümüş reaksiyasından sonra A mol deməli burada olur bizim turşumuz, B molda aldehidimiz. Aldehid neymiş? Ketonumuz. Deməli toplam baxın burada fərq nədir? Bu 29'dur, bu 33,8'dir. Aralarında fərq 33,8'in 29'u çıxsaz görərsiniz ki 4,8 qram fərq var. Bu fərq nəyə görə olur? Formullara baxsaz başa düşəcəksiniz. Fərq oksigenə görə olur. Normalda biz bu reaksiya geçsəydi 16 qram fərq olurdu. Baxın 16 qram artım olurdu. 16 qram fərq olduqda siz deyirsiniz ki
belə deyək, bizim aldehid üzərinə irəliləyirəm. 16 qram olduqda aldehidi mən məsələn 1 mol götürürəmsə, 4-18 onda mən nə qədər aldehid götürmüş oluram? 0,3 mol. Toplam qaz qarışığımızda mol nə qədər idi? 0,5. 0,5-dən əgər 0,3-ü aldehidin payına düşürsə, 0,2 də keton payına düşmüş olur. Beləliklə bu şəkildə tapmış olursunuz. Cavab da olur C variantı. Daha qısa yaza bilərsiniz. Mən açıqlama üçün biraz reaksiyaları da geniş götürdüm. Keçək 8-ci suala. 8-ci suala baxıram. 8-ci sualda deməli burada 70 qram kuprum 2 oksidi ilə H2-nin reaksiyasına alınan bərk qarışığın tərkibində oksigenin kütlə payı 12,5 olarsa, qarşıda kuprum 2 oksidin kütləsini tapın. Burada bir şey vurğulamaq istəyirəm ki, 70 qram burada kuprum 2 oksidə aiddir. Buna uyğun məsələni həll edəcəyik. Deməli, kuprum 2 oksid H2 ilə reaksiyaya girərsə bilirik ki, mis və su əmələ gətirir. Mis və su əmələ gətirir. Deməli, ilkində qarışığımız 70 qramdır demək ki. 70 qramdır. Sonra isə bizim belə deyək də bu qarışıqda müəyyən qədər sərf olunur və kuprum 2 oksid artıq qalır. Yəni tam 70 qram girmir. Çünki əgər son qarışıqda bərk qarışığın içində oksigen varsa, bu demək ki, son bərk qarışığımız çünki kuprum idi. Əgər oksigenin kütlə payı varsa, bu demək ki, kuprum 2 oksid artıq qalır. Yəni əvvəlki qarışığımız kuprum 2 oksiddir. Sonraki qarışığımız kuprumla kuprum 2 oksiddir. Belə deyək, biz normalda fikirləşə bilərik ki, kuprum 2 oksid normalda 80 qramdır və 80 qram olduqda 64 qram bərk maddəyə çevrilir və burada 16 qram azalma olur, bilirsiniz ki. İndi isə bizim kuprum 2 oksidimiz 70 qramdır. Bundan 70 qramdan mən 80x qədər sərf olunduğunu düşünəcəm və 64x qədər alındığını. Çünki tam sərf olunmadığı üçün bu şəkildə gedirik. Onda ilkin olur 70, sonraki olur mis deməli 64x, son qalan isə ümumi 70 qramdan 80x-i çıxıram, sərf olunanı çıxıram. Bu şəkildə olur. İndi burada oksigeni müəyyənləşdirmək üçün nə etməlisiniz? Deməli, normalda deyirik ki, kuprum 2 oksid nə qədərdir? 80 qram. 80 qram kuprum 2 oksiddə 16 qram oksigen olur. Bəs 70 qramda nə qədər oksigen olur? Buradan bunu hesablasaq 14 tapmış oluruq. 14 qram ümumi 70 qram miski oksid içərisində 14 qram oksigen olmuş olur. Və bu oksigendən də mən nə qədərini işlədirəm burada? 16 getdiyi üçün 16x kimi düşünəcəm. 14 çıxırsın 16x olur. Yekun oksigendir. Bu yekun oksigendir. İndi mən kütlə payını necə tapıram? Bilirsiniz ki, kütlə payını tapmaq üçün omega bərabərdir. Oksigenin yekun kütləsi yuxarıda. Oksigen də 14 dedik, ümumi var idi. 16x sərf olunduğu üçün bu şəkildə yazırıq. Ümumi kütlə isə 70 var idi, 80x sərf etdim. Vur 100-ə. Buradan hesablamalarımızı aparaq. 12-5-i vursam 70 çıx 80x-ə, ümumi yazsam 875 çıx 200x-ə 1400 olur burada. Bu da 1600x. Buradan ümumi hesablamalarını aparsaq 1400x bərabərdir 525, x də bərabərdir 0 tam, deməli 1000-də 375. Deməli, bu nə oldu bizdə? Bu bizdə kuprum 2 oksidin molu oldu. Və deməli, ümumi bizdə nəyə soruşurdu? Son qarşıda kuprum 2 oksidin kütləsi 70 çıxılsın 80x idi. 70 çıxılsın 80-i vururam 0 tam 1000-də 375-ə. Oradan da alacağım 70 çıxılsın 30 bərabərdir 40. Deməli, son qarşıqda 40 qram kuprum 2 oksid var. Reaksiyaya girən isə demək ki, nə qədər olubdur? 30 qram olmuşdur. Belə keçək növbəti məsələyə. 9-cu sual nəzəriyyə sualdır. Burada deməli, bir var polimerləşmə, bir var polikondensləşmə. Deməli, irmolekul birləşmələrdə polimerləşmə odur ki, çoxlu sayda monomer molekullar bir-birlə birləşir. Sonda belə deyək də, böyük bir irmolekulu birləşmə əmələ gətirir. Və burada heç bir əlavə maddə çıxmır polimerləşmədə. Məsələn, birinci divinil və polimetil metakrilatda gördüyünüz kimi heç bir əlavə maddə çıxmır. Polikondensləşmə reaksiyalarında isə bu reaksiyalar zamanı belə deyək, irmolekul birləşmə ilə yanaşı əlavə məhsul kimi su, amoniak, hidrogen xlorid və s. alına bilir. 2 və 4-də gördüyünüz kimi, yəni nişasta alınanda məsələn su çıxır, daha sonra lavsan alındıqda su çıxır. Bunlar hamısı polikondensləşməyə aiddir. Ona görə də 2 və 4-ü
burada götürəcək cavabımız kimi olur D variantı. Keçək növbətiyə. Deməli 10-cu məsələni izah edirəm. 10-cu məsələdə mən reaksiyanı əvvəlcədən yazmışam. Burada deməli gördüyünüz kimi yağın hidrolizindən gliserin və karbon turşuları alınır. Burada bizə qeyd edir ki 0,1 mol yağın hidrolizindən 8,24 qram 2 müxtəlif doymuş bir əsaslı karbon turşusu alınır. Onda 1 molundan aydındır ki 824 qram karbon turşusu alınmış olur və burada biz yağın tərkibində karbon atomlarının sayını tapacağıq. Deməli, bir əsaslı karbon turşusu olduğu üçün mən ümumiyyətlə yağdan bilirsiniz ki 3 mol karbon turşusu alınır. Bir əsaslı karbon turşusunun da formulu CnH2nO2 şəklindədir. Deməli 2 müxtəlif dediyi üçün demək ki bunun 2 turşusu eynidir. Bir turşusu fərqlidir. Mən ona görə birini CnH2nO2 şəklində işarə edirəm, digərini CmH2nO2 şəklində ifadə edəcəm. Sonra deməli burada biz əgər götürsək, belə deyək də oksigenləri hesablasaq, daha doğrusu ümumi kütləni biz burada hesablasaq, 2 vurulsun 14n üstə gəl 32 üstə gəlsin 14m üstə gəl 32 bərabərdir 824'ə. Çünki bu yekun turşuların kütləsi idi. Burada da hesablamamızı aparsaq 28m plus 64 üstə gəl 14m üstə gəl 32 824. Burada da 28n üstə gəl 14m 728 alınır. Və bunların hər birini tərəf-tərəfə bölərdə 14'ə 2n üstə gəl m edir 52. Baxın 2n plus m. 2n plus m bizə nəyə çağrışdırır? 2n plus m bizdə turşuların tərkibində karbon atomlarının sayını göstərir. Bizə lazım idi yağın tərkibində karbon atomlarının sayını tapmaq. Gördüyünüz kimi yağ da turşu qalığı və gliserindən ibarətdir. Və yağ hissədə, yəni bu hissədə toplam deməli neçə karbon oldu? 52. Bu hissədə də 3 karbon nəzərə alsaq toplam 55 karbon olmuş olur. Bu da A variantındadır. Keçək növbəti suala. Birinci sualı izah etsəm, deməli 11-ci sualda 2 mol piritdən neçə mol sulfat turşusu alınır? Deməli əvvəlcə piritin formulunu yazsaq, VMS2 sulfat turşusunu, yəni kürdlərə uyğun şəkildə yazacaq. 2 kürd varsa 2 mol sulfat turşusu müvafiq olacaq. Hər birinin kürd sayı bərabər olmalıdır qısa tənlik yazan zaman. Normalda 1 mol piritdən 2 mol sulfat turşusu alınırsa, 2 molda da 4 mol olacaq. Bu yəni çox sadə bir primitiv bir məsələ idi. Keçək 12-yə. 12-ci sualda A qram kuprum 2 sulfat və 5 mol suda tam əldə edilib. Bu zaman 8% məhlul alınıb. Deyir ki, əgər üzərinə 100 qram su əlavə etsək, 6-14% məhlul alınır. A-nı müəyyən edin. Mən burada qarışdırma üsullarından istifadə edəcəm. Əgər məsələn belə bir ifadəmiz var ki, hər hansı bir məhlul su ilə qarışdırılırsa, biz burada ilki məhlula qatlığını yazırsınız yuxarı. Suyun qatlığı olmadığı üçün ora 0 yazır. Yəni normalda belə orada omega 1, burada suyu yazırsınız. Suyun qatlığı yoxdur deyə burada 0 yazırıq. Ortaya alınan məhlulu yazırsınız 6-14 və bu şəkildə çarpılı şəkildə çıxırsınız. 6-14-dən 0 çıxsa 6-14, 8-dən 6-14-ə çıxsaq 1-10-6. Həmişə böyükdən kiçiyə çıxırsınız. Burada bir problem yoxdur. 4-ün 1-ə nisbəti alınır. 4 nisbətdə deməli 8% məhlul götürülüb deməkdir. 1 nisbətdə yəni ki, belə deyək də 8% məhlulun kütləsi digərindən 4 dəfə çoxdur deməkdir bu. Yəni burada belə deyək, 100 qram sudursa, suyun payı 1-dirsə, bunu belə də yaza bilərsiniz. 4/1 bərabərdir. Deməli, x bölünsün 100. Burada da x 400 az. 400 nədir? 400 8% məhlulun kütləsidir. 8% məhlul deməli 400 qramdırsa, bizə burada deməli kuprum sulfat 5 mol suyu tapacağıq. Deməli 400 qram 8%li məhlul. Bunu burada saxlayıram. İndi belə bir şey yazacağım ki, kuprum sulfat 5 mol su. Suda həll edilən zaman bu parçalanır kuprum sulfat və 5 mol suya. Deməli bu şəkildə parçalanır. Bir də ki, əlavə edilən su var eyni zamanda və məhlula qatlıq verən kuprum sulfat olur. Yəni burada bərk maddəmiz kuprum sulfatdır. Suyumuz isə kuprum sulfat 5 mol su kristal hidratın içərisində suyla əlavə edilən su olur. Yəni ki, burada 400 qram 8%li
məhlul tapanda burada deməli bizdə 32 burada kuprum sulfatın kütləsi olur. Çünki məhlula qatlıq verən bu bərk maddədir. Mən də buradan buna uyğun şəkildə kuprum sulfat 5 mol suyu tapacağam. Deməli normalda kuprum 2 sulfat 5 mol su kristal hidratının kütləsi 250 qramdır. 250 qram olduqda içərisində deməli 160 qram kuprum sulfat saxlayırsa, 32 qram olduqda isə 32 qram kuprum sulfat alındıqda isə deməli bu 50 qram olur. O da olur B variantı. Bu şəkildə rahatlıqla həll edə bilərsiniz. Keçək növbəti məsələyə. 3-cü sual nəzəriyyə sualdır. Burada elə X maddəsi 150-180 dərəcədə qızdırdıqda tipdə sarğılan qoyması istifadə olunan Y maddəsi çevrildiyini bilərək deyir. X maddələrini tapın. Burada deməli tipdə sarğılan qoyulması istifadə olunan maddə yandırılmış gips və ya alabastırdır. Onun da formulu kalsium sulfat 2 brulsun sudur. Yəni ki, deməli onda sadəcə bir variant uyğun gəlir və bu maddə də təbii gipsdən alınır. Təbii gipsdə kalsium sulfat var, 2 mol sudur. Yəni formullar bir-birinin tərsidir deyə bilərik. Təbii gipsimizdə 2 mol su var, alabastırda isə 2 mol kalsium sulfat var. Buna uyğun variantda B variantını işarətləyirik. Keçir növbəti sual 14-ə. 14-cü suala əslində çox vaxt getməyəcək. Niyə? Çünki eyni mol miqdarda propanol 1, propandiol 1,2 və propantriol 1,2,3 götürülüb və bunlar natriumla girdikdə deyir 134,4 litr H2 qazı ayrılarsa. Baxın, bu necə rahat edə bilərsiniz? Ümumiyyətlə, spirtlərin formulunu mən qısa şəkildə yazsam. Propanol 1 deyəndə, yəni C3H8O, propantriol dedikdə, propandiol dedikdə C3H8O2, oksigenlər getdikcə artır. Oksida C3H8O3 olur. Baxın, 1 atomlu spirtlər, yəni 1 OH deməkdir. 1 atomlu spirtlər ümumiyyətlə bir hidrogen ayırdığı üçün bir hidrogen də 0,5 mol hidrogen qazı deməkdir. 2 atomlular isə OH2 mənasına gəlir. Bu spirtlər 2 hidrogen ayırdığı üçün, yəni 1 mol hidrogen qazı ayrılır reaksiya zamanı. 3 atomlu spirtlər isə 3 hidrogen atom ayırdığı üçün bu da 1,5 mol hidrogen qazına müvafiq gəlir. Yəni bunu qısa şəkildə bu şəkildə mən sizə göstərə bilərəm. Və bunların molları eyni olduğu üçün hər birinin molunu A, X fərqi yoxdur, nəyə nəsə işarə edirsiniz? 0,5 A da yazaq qoyun. Deməli A plus 1,5A. Mən burada 134,4 litr hidrogen qazını bölürəm 22,4-ə edir 6 litr. 6 mol, daha doğrusu hidrogen qazıdır. Bunu da 6-ya bərabər edirəm. A-nı buradan tapıram 2. Bu deməkdir ki, bunların hər biri, maddələrin hər biri neçə mol götürülüb? 2 mol götürülmüş olur. İndi bunların yanmasına ayrılan suyu soruşur. Mən yenə burada yanma tənliyini yazmayacağım. Yanma məlum ki, karbon qazı su alınır. Oksigenə girdikdə mən qısa şəkildə yazmaq üçün, baxın, hər birində, indi bura siləcəm, hər birində deməli 8 hidrogen var, düzdürmü? Yəni bu demək ki, bu maddələrin hər biri 4 mol özündən su ayırır. 4 mol su ayırır və bunlar da molu 2 moldur. Normalda bu gördüyünüz kimi hər biri 1 mol olanda toplam yəni 1 mol olanda toplam deməli 12 mol su ayırırdı. Ancaq hər biri 2 mol olduğu üçün hər birindən 8 mol su ayrılacaq. Bu da 24 mol su edir. 24 mol suyu da 18'e vurduqda 432 qram edir. Bu burada variantlarda göstərməyibdir, amma cavab burada yoxdur, amma cavab 432 olmalıdır. Ola bilsin ki, testin variantları düzgün tərtib olunmayıb. Sonra keçirik növbəti suala. 5-ci suala izah edirəm. Burada 1,2,3 metil siklopropan maddəsi verilir və bu maddənin xlorla reaksiyasıdır. Alınan maddəni tapmalıyıq. Maddəni yazsaq, deməli bu bizim siklımızdır və 1,2,3-ə də metil qruplarını birləşdiririk. Bu şəkildə birləşdirdik. Üzərinə xlor qazı əlavə gəlsək, deməli burada birləşmə baş verəcək, zəncir açılır. Deməli CH, xlor, HCH3. Sonra burada eyni şəkildə CH xlor, CH3. Deməli, bu maddəni adlandırsaq biz, ən uzun zənciri seçməli olduğumuz üçün bu şəkildə bir yol gedəcəyik. Deməli, 1, 2, 3, 4, 5. Bu olur, deməli, 2, 4. Deməli, dixlor. Deməli, 3-də metil qrupu var, 3 metil. Pentan, 5 olduğu üçün pentan. Bunu da biz görürük.
Deməli, B variantını da keçək növbəti suala. Davam edirəm. 16-cı sualda demək, tetrapeptiddən söhbət gedir. Glisin və alanin tetrapeptid əmələ gətirir və tetrapeptidin tərkibində 90 neymiş? 9 karbon olur. İndi onun kütləsini hesablayacağıq. Glisinin əvvəlcə mən formulunu yazmaq istəyirəm. Glisinimiz deməli NH2, CH2, COH bizim glisinimizdir. Alanin isə deməli, ondan bir CH qrupu çox olur təbii ki. Onu da yazsaq, deməli CH3, CH, COH, aşağıda bir NH2. Burada fərqi yox necə alfabetdə yazmağımızın. Bu glisin oldu, bu alanin oldu. Molları fərqli olacaq bu arada. Birini A, birini B mol götürürəm. Deməli, tetrapeptid ümumiyyətlə 4 amin turşu birləşir. Tetrapeptid əmələ gəlir və 3 mol su ayrılır. Deməli, ümumi tetrapeptid alınması üçün bu maddələrin ümumi mol miqdarı 4 olmalıdır. Tərkibindəki karbon sayı tetrapeptiddə 9-dursa, onsuz da amin turşunun tərkibində nə varsa, o tetrapeptidin tərkibində qalır karbon. Çünki karbon burada ayrılmır. Sadəcə hidrogen, oksigen sayı dəyişilir. Ona görə normalda görürük ki, biz glisində 2 karbon olduğu üçün 2A, alanində 3 karbon olduğu üçün isə 3B şəklində işarətləyib 9-a bərabər edirik. Burada deməli, mən birincini 2-yə vursam, 2A plus 2B 8, 2A plus 3B 9, tərəf-tərəfə çıxanda B bərabər 1 olur. B 1-dirsə, yerinə qoyanda 4 çıx 1, A 3 olur. Bu deməkdir ki, 3 mol deməli glisin götürülüb, 1 mol isə alanin. İndi tetrapeptidin kütləsini tapmaq üçün, baxın bu ifadə görürsünüz ki, bunların deməli glisin alaninin kütləsindən suyun kütləsini çıxsa tetrapeptid bizə verəcək. Deməli 3 mol glisin varsa 3 vur 75 üstə gəlsin. 1 mol alanin 89 çıxılsın, bir də suyu çıxsaq tetrapeptid verəcək 54. Buradan da hesablasanız cavab eləyəcək 260. Bu da C variantında olur. Keçək növbətiyə. 17-ci məsələdə baxın, burada magnezium sulfatla mis-2 sulfat duzları verilib və bu arada burada eyni mol sözü olmalıdır. Yəni eyni mol miqdarda götürülübdür bunlar. Oksigenin kütlə payı 48% olarsa, qarşıda metalın kütlə payını tapın. Burada biz necə edəcəyik? Magnezium sulfat var, bir də kuprum sulfat var. Biz burada kürdün kütlə payını tapıb, ümumi kütlədən kürdlə oksigen cəmini çıxarsaq, metalların kütlə payını tapmış oluruq. Belə eləyəcək ki, normalda baxın, eyni mol götürülüblər bunlar. Burada kütlə payından kütləni müvafiq götürə bilərsiniz bu arada bunu deyim ki. Məsələn, belə deyəcəksiniz ki, 64 qram kükürdə oksigenlərin sayı nə qədərdir? Toplam hesablasaz 128 qramdır. 64 qram kükürdə 128 qram oksigen müvafiq gəlirsə, bəs neçə faizə? 48% kütlə payı müvafiq gələr. Buradan hesablasaz tapacaqsınız. X 24'tür. Yəni kükürdün kütlə payı neçə olur burada? 24% olmuş olur. Deməli qarışıq nədən ibarətdir? Metallar, metal, kükürd və oksigendən üçün kütləsidir. Cəmi bunların kütlə payları toplam 100% olmalıdır. Deməli kükürd dedik neçə oldu? Kükürdün kütlə payı 24, oksigenlər 48 bərabər 100 etsək, 100-dən çıxsanız deməli burada 72-ni X eləyəcək 28. O da olur D variantında. 18-ci sual nəzəriyyə sualıdır və rahat bir sualdır. Asetilin bilirsiniz ki, deməli C2H2-dir. Dimerləşmə odur ki, deməli bu 2 mol asetilindən alınır. 2 mol asetilindən vinil asetilin alacaqsınız. C4H4 yəni trimerləşərsə, yəni bunun deməli 2 mol götürdükdə vinil asetilin, 3 mol götürdükdə isə benzol alınır. Bunda uyğun variantlarını A variantını görmüş olursunuz. Keçək növbəti sual. 19-cu sual izah edirəm. 19-cu sualda bizə alken verilib və bu alkenlər deyir ki, bir-birinin homoloji sırasında ardıcıl yerləşir. Onda alkenin birinin formulu CN və mol sayları eynidir bu arada. Birinin formulu CnH2, o birisinin isə ardıcıl olduğu üçün CN plus 1 H2N mürtəzədə plus 1 şəklində yazıram. Və bunların yanmasına sərf olunan oksigen bilirsiniz ki, alkenlərdə 3n/2 düsturuna tabi olur. Yəni birincini ona görə 3n/2 yazaram oksigen, o birisini isə 3n üstə gəl 1/2 şəklində ifadə edərəm. Deməli burada hər şeydən əvvəl bir şey demək istəyirəm ki, məsələn, burada fərqlə işləyəcəksiniz. Fərq nə demək? Məsələn, 2 ardıcıl alken yazsam, tutaq ki, C2H4
Bir də ta ki C3H6 yazsam, birinin yanmasına sərf olunan oksigen 3/2 = 3 moldur. C3H6'nın yanmasına sərf olunan oksigen isə deməli 3/3 9/4 Bu sırada davam edə bilərəm ardıcıl şəkildə. Məsələn C4H8 yazsanız 12/2 6. Fikir versəniz 3 4/5 6 oksigenlərin mol sayı 1/5 qədər artmağa başlayır. Hər birinin arasında 1/5 fərq var. Buradan bu nəticəyə çıxarıram ki, deməli hər bir sonra gələn alken əvvəlkindən 1/5 dəfə çox oksigen, 1/5 qədər çox oksigen yandırır. Ona görə mən burada deməli belə bir ifadə düzəldə bilərəm ki, burada da görürsünüz ki, aralarında nə qədər fərq var. Belə bir ifadə düzəldə bilərəm ki, 1/25A-dan mən A-nı çıxanda mən deməli 1/5 fərqi almalıyam. Bu da 0,25A bərabərdir 1/5. A da buradan 6 edir. A-nı 6 tapdım. Sonra isə deməli bu alkenlərin deməli oksigenlərini burada cəmləyəcəm. Oksigenlərin mollarını cəmləyəcəm. Bunu 3n+3/2 şəklində yazıram. Bərabər edəcəm. Deməli bunların ikisinin cəmi nə qədərdir? 2/25A-ya. Burada mən hesablama aparsam 3n + 3 deməli böl 2 yazmayaq. Birbaşa 2/25'e vursaq 2-yə 4/5A alarsınız. Buradan da hesablama aparsaq əgər 6n bərabərdir. Ya da belə deyək 6n + 3 bərabər 4/5'e vursaq əgər A-nın tapı 6. 6n + 3 bərabərdir. Deməli burada alırıq 27. N də tapırıq. Deməli 4. N4 nə deməkdir? Yəni ki, birinci alkenimiz C4H8'dir. İkinci alkenimiz isə ondan bir vahid çox C5H10'dur. Bizdən də Y soruşduğu üçün cavab C5H10 olacaq. D variantı. Son olaraq da 20-ci sualı izah edirəm. Deməli 20-ci sualda misin duru nitrat turşusu ilə reaksiyasıdır. Əvvəlcə reaksiyanı yazıram. Misin üzərinə duru nitrat turşusu gəlsə, bilək ki, NO alınır burada. HNO3. Duru yazaq. Deməli, mis, 2 nitrat, NO və su. Əmsallar da yazaq. 3, 8, 3, 2 və 4. Burada deməli bundan məlumdur ki, mis və nitrat turşusu eyni kütlədə götürülüb. Ancaq bunlardan biri deməli tam sərf olunub gördüyünüz kimi, biri isə artıq qalıbdı. N-52 qədər. Daha doğrusu 52 qram artıq qalıb. Belə deyək də eyni kütlə götürəndə bizim qaydamız odur ki, kütləsi kiçik olan artıq qalır. Burada da kütlələrini əgər hesablasaq 3/64 192 qram mis var. Digərinin kütləsini hesablasaq əgər deməli 504 qramda mən hara getdim? 504 qramda deməli nitrat turşusu var. Eyni kütlə götürəndə məlum məsələdir ki, burada mis artıq qalır. Çünki düşünün ki 504 götürsəniz nitrat 504 girəcək, amma kuprum 192 girəcək. 504 çıxı 192 qədər artıq qalacaq. Deməli mən burada birbaşa məsələni elə çox uzatmadan deyir ki, oksidaşdırıcının aldığı elektron sayını müəyyən edin. Beynimizdə belə bir qrafik qururuq ki, baxın. Normalda 504-dən 192 çıxsaq, hər ikisini 504 götürəndə 504-dən 192 çıxsanız 312 qram mis artıq qalırdı. 312 qram mis artıq qaldığı zaman nə qədər oksidaşdırıcı neçə elektron olardı? Burada belə deyək də, mis gördüyünüz kimi 0-dır, keçdi, müsbət 2-yə. Mis burada 2 elektron verir və prosesdə gördüyünüz ki, 3 mis iştirak etdiyi üçün burada prosesdə 6 elektron verilmiş olur. Azot da bu 6 elektron qəbul edəcək, mən danışıb bilmədim. Azot müsbət 5-dən deməli, NO-da müsbət 2-yə keçir, 3 elektron alır. Ancaq ki, burada belə deyək də, neçə azot var prosesdə? Prosesdə deməli 2 azot iştirak etdiyi üçün 2/3, bu da 6 elektron qəbul edir. Deyirsiniz ki, normalda 312 qram mis artıq qalanda prosesdə 6 elektron oksidaşdırıcı alırdı.
Bəs burada 52 qram artıq qalanda neçə elektron almış olacaq? Bu da eləcək 1 elektron. Elir A variantı. Yəni qısaca bu şəkildə gedə bilərsiniz. Elə mən burada 20 sualı izah etdim. İnşallah yerdə qalan 21-dən 40-a qədər olan hissəni də digər videoda izah etməyə çalışacağam. İzlədikdən sonra fikirlərinizi bildirməyi unutmayın. Kanala abunə olun ki, kanalımız daha çox böyüyüb, başqa insanlara da faydalı olsun. Bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.